Bizim balaca Azərbaycanımızın gələcəyi məni narahat edir. Yəni bu təriqətlərə bölünməyi və bizim Azərbaycanımızın da əhalisinin müxtəlif hissələrə parçalanması və gələcəkdə də böyük ölkələr necə balaca ölkələri oynadıb dağıdırlar. Bax mən onu narahatam əsas. Yəni məsəl üçün Bəs şiəlik sonra- sizi narahat edir. Əslində, qardaş- Həmən bir də icazə verin. Şiəlik sizi narahat edir, şiəlik. Şiə, Vəhabi söhbəti getmir. Mən dövlətimizdən danışdım, Azərbaycan Yox dövlətindən qardaş, danışdım. mən elə bildim, başa düşdüm də. Mən sadəcə səmimi bir söz soruşuram da. Siz əgər sələfilik narahat edirsə, eyni qaydada bəs şiəlik necə narahat edirmi sizi? Mən heç gördünüz Şiə ona buna əqidəsindən heç giriş Qardaş, mən də elədim. soruşuram. Bax, bayaqdan sən soruşursan, biz səbirlə dinləyirik də. Mən də adi bir söz soruşuram da. Burada ya hə, ya yox demək olar da qardaş. Siz əqidədən danışırsınızsa, onda başlayaq əqidə haqqında danışmağa. Mən dövlət haqqında danışdım. Bir də əqidəni soruşursa, Yəni Mirtofiq qardaş, baxın, yəni biz də bu ölkədə yaşayırıq və hər bir vətəndaşın, yəni biz də yəni belə ağlımız başımızda olan, yəni belə deyək də addımlarımızı fikirləşən, gələcəyimizi düşünən insanları ölkəmizin də gələcəyini düşünürük. Yəni biz də elə sıradan adamlar deyilik də. Və biz də bu ölkədə yaşayırıq və burada əmin-amanlığın olması bizim də marağımızdadır və bizim də yəni ki belə deyək də üzərimizə düşən bir vacib bir işdir ki, biz də əmin-amanlığı qorumaq üçün əlimizdən gələni eləyək. Yəni biz belə deyək də əmin-amanlığa xidmət edən hər bir nə varsa, biz o şeylərə həm də riayət edirik və əmin-amanlığı da pozmuruq. O ki qaldı, yəni burada bizim TikTokda çıxıb danışmağımız, müzakirə etməyimiz, yəni bu müzakirələr insanların birləşməsi üçündür. İnsanların bölünməsi üçün deyil. Biz demirik ki, mən özümə bir dəstə qurmuşam, gəlin mənə dəstəmə yazılın. Bir qrup eləmişəm, gəlin qrupa qoşulun. Mən sizi Allahın kitabına, yəni Quran-ı Kərimə və Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin yoluna çağırıram. Əgər bu təfriqə salırsa, insanları bölürsə, daha mənim sözüm yoxdur. Əgər bu insanları bölürsə. Yox, əgər bu Allahın çağırışına uyğun olaraq ki, "Va'tasimu bihablillahi cemi'an və la təfərraqu", hamılıqla Allahın ipindən yapışın, parçalanmayın. Bu Allahın çağırışıdır. Biz də bu çağırışa uyğun olaraq sizi Allahın kitabına çağırırıq. Gəlin Quran-ı Kərimdə nə var, onu əməl eləyək də. Yəni məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm necə yaşamışdı bir müsəlman kimi, bizim də borcumuz o cür yaşamaqdır və insanlara o cür öyrətməkdir. Yəni Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəbistan yarımadasına dəvət edəndə cəmiyyəti parçaladı, yoxsa ixtişaş yaratdı. Yəni məqsədimiz, məsəl üçün bax Mirtofiq qardaş, ya siz bir dənə mənə Qurandan deyin ki, məsələn Abdurrahim, bax sizin getdiyiniz yol Quran-ı Kərimə müxalifdir, ziddir. Məsələn bizim getdiyimiz yolda Quran-ı Kərimə zidd olan bir şey görürsünüz siz? tamamladınız. Bəli, bəli. Əbdurrahman müəllim, deməli mən özüm tarix müəllimi işləmişəm. Tarix oxumuşam. Universiteti bitirmişəm. İndi 2007-dən ayrılmışam. Tarixin haqqında məlumatım indi az da olsa, çox da olsa yadımda qalıb. Və mən bilirəm ki, müharibələr, səbəblər, vasitələr və s. bunların haqqında da məlumatlarımız var. Söhbət ondan gedir ki, deməli siz amma yenə də deyirəm, xətrinizə dəyməyin də, xahiş edirəm. Yox, yox, mən xətrimə dəyin deyil, narahat olmayın. Yəni Deməli, Allah köməyiniz olsun. Biz Allah'a xatir sizlə danışırıq. Siz də Allah'a xatir Elhamdülillah. təşəkkür edirəm. Elhamdülillah. Deməli, borcumuzdur. mənim üçün maraqlı nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin və yaxud da ki, sizin, şəxsən sizdən götürək. Sizin ailəvuzdan yaxın kim tanıyar? Daha çox sizi kim tanıyar? Ailəvuz tanıyar da. Düzdür? Əlbəttə. Bəli. Allah elmi Peyğəmbər sallallahu aleyhi və səlləmə verib və Peyğəmbərimiz də deyib ki, mən elmin şəhəriyəm, qapısı da ələ salamdır. Var elə bir şey sizdə? Deyin, fikrinizi deyin inşallah, mən sonra münasibət Əbdurrahman bildirəcəm. müəllim. Fikrinizi deyin, tamamlayın, mən münasibət bildirəcəm qardaş. Deməli, ondan da əlavə, yenə də deyirəm, siz onsuz da deyəcəksiniz ki, siz düzsüz. Bütün təriqətdə, bütün insanlar özünü düz sayır. Ona görə də mən sizdən inciməyəcəm. Bunu fikrimi deyib, tamamlayıb sağollaşacağım sizdən. Olsun. Deməli, elmin şəhəri mənəm, qapısı da ələ salamdır. Hətta hədislərdə də, rəvayətlərdə də var ki, bütün
başqa yerlərə də qapı vardı məsciddən. Onların hamısını bağlatdırdı, amma Əli əleyhissalamın qapısını bağlatdırmadı və s. və ilə axır Qədirxon zat. Onlar da bilirəm, onlar haqqında da həmin o təriqətlər nə deyiblər və s. Bunları da bilirik, sən də bilirsən. Deməli, mən üçün maraqlı nədir? Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra həmin bu alimlər Hənəfi, Həmbəli, Şafii, Maliki, bunlar 200 il, təqribən 200 il sonra yaşayıb elmlə məşğul olurlar. Hətta Hənəfi Cəfər Sadiq əleyhissalamın yanında dərs alıb. Yəni Cəfər Sadiq əleyhissalamdan sonra olub. Deməli, sizin getdiyiniz yol onların dediklərindən oturub durursunuz, amma imamların dediyindən oturub durmursunuz. Yəni hələ mən Qobustanda o məsciddə bir dəfə yol üstü gedəndə namazım ora düşdü. Getdim orada namaz qıldım. Orada da həmin bu təriqəti daşıyanlardır. Ondan söz Demək qardaş, yəni ki bizim yolumuz baxın, nədə biz getmirik yolu? Nədə getmirik də? Bax bir dənə nümunə gətirin. Deyin ki, bax qardaş, Abdurrahim, bax sən belə deyirsən, amma Peyğəmbər belə deyir. Qoy fikrimi çatdırım, xahiş edirəm sizə. Üzr istəyirəm. Biraz ola bilər uzun oldu, amma üzr sayım. Qobustanda namazım düşdü orada. Orada həmin bu təriqətin nümayəndələri idi. Onlarla söhbət düşdü. Dedim, bəs axı Quranda yazır ki, mən əhl-i beytimi bütün çirkinlərdən pak qərar verdim. Bunu deyirəm bana. Deyir ki, yox, biz ona şübhə edirik. Əhl-i beyti çirkinliklərdən pak eləməsinə şübhə edirik. Dedim, yaş canınız olsun. Yəni sözümün canı axırı budur ki, 200 il sonra həmin bu alimlərin dediklərini qəbul edirsiniz, amma məsələn Şiə əqidəsi nədir? Əhl-i beytlə çalışır, o yolu tutub gedir də. Həmin o Allah da Buxarıda da var da 12 imam məndən Peyğəmbər sallallahu deyir ki, məndən sonra 12 xəlifə olacaq. O xəlifələri də bilirsiniz də, yəni Maviyəni də qoşurlar ora və s. və ilə axır. Yəni bu da alınmır. Əhl-i Beytdən 12 nəfər kim oldu xəlifə? Əhl-i Beytdən? 12 nəfər kim oldu Əhl-i Beytdən xəlifə? İmamların adını sayın 12-nə. Yox, imamlar Əhl-i İmamların Beytdən adını sayın 12-nə. Yəni məlumdur, onu yəqin ki Mirtofiq qardaş, Peyğəmbər sözündə ki, xəlifə olacaqlar, yəni rəhbər olacaqlar da. 12 nəfər hansılar xəlifə oldu 12 nəfər imamdan? Yəni Buxarıda var da Peyğəmbər sallallahu deyir ki, məndən sonra 12 xəlifə olacaq. Mən də yox, qardaş, mən də deyirəm ki, 12 nəfər, 12 imam var ha, sizin dediyiniz etiqadınız 12 imam. 12 imamın neçəsi xəlifə olub? Neçəsi xəlifə olub. Deməli, İmam Əli əleyhissalamla İmam Həsən əleyhissalam olub. Qalanları məlumdur da. Onlar da məlumdur. Hamısını öldürürlər. Yox. Qalanları xəlifə olub. Yox, mən 2 nəfər deyirəm də olub, qalanları olmayıb. Yox, Peyğəmbər deyir, bax 12 nəfərdir, düzdür? İkisi xəlifə olub. İmam Əli ilə İmam Həsən. Çox gözəl. Bəs qalanları siz nə demək olublar? istəyirsiniz ki, onun niyə xəlifə olmadı da? Yəni demək istəyirsiniz ki, 10 nəfər niyə xəlifə Yox, qardaş, olmadı? bax Mirtofiq qardaş, bax siz bir yerdə danışırsınız və arda-arda fikirlər gətirirsiniz də. Dediyiniz hər bir cümlə ayrıca bir müzakirə mövzusudur. Yəni indi mən burada bütün hamısını müzakirə edə bilmirəm də. Bax indi axırda deyirsiniz ki, 12 imam, Peyğəmbər buyurur ki, 12 xəlifə olacaq, düzdür? Və siz 12 xəlifə sözünü bağlayırsınız 12 imama. Və deyirsiniz ki, Şiələr imamların yolunu gedirlər. Siz isə 200 il sonra yaranmış məzhəblərin yolunu gedirsiniz. Belə deyirsiniz. Deyirsiniz ki, İmam Əli elmin qapısıdır, Peyğəmbər elmin şəhəridir, Əli də onun qapısıdır. Yəni belə fikirlər söylürsünüz. Mən də sizə deyirəm ki, baxın, 12 imam deyirsiniz, düzdür və 12 xəlifə. Bu imamlardan 2 nəfəri rəhbər olub da, qalanları ki, sıravi insanlar olublar. Yəni xəlifə olmayıblar da, rəhbər olmayıblar. Hətta Abbasilərin vaxtında Əhl-i Beytdən olan nümayəndələr gizlin fəaliyyət göstərirdilər. Yəni onlar üzdə aşkarda fəaliyyət göstərmirdilər sizin mənbələrə görə. Yəni məxfi fəaliyyət göstərirlər. Məxfi fəaliyyət göstərirsə necə xəlifə ola bilər? Yəni siz o 12 sözünü gətirib bağlayırsınız 12 imama. Yəni ondan sonra Allah Təala Quran-ı Kərimdə buyurur ki, Musa peyğəmbərə Allah deyir ki, daşa vur 12 bulaq çıxsın orada. İndi hər 12 sözünü biz görürük, onları imamlara bağlamalıyıq bəyəm. Bu bir. İkincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən elmin şəhəriyəm, Əlin onun qapısıdır. Çox gözəl.
Peyğəmbərimizin vaxtında elm öyrənən insanlar peyğəmbərdən öyrənirdilər, yoxsa əldən öyrənirdilər elmi? Hə, Sizin Mirtofiq demənizdən qardaş. belə çıxış ki, elm Mirtofiq qardaş. Yəni peyğəmbərimizin vaxtında insanlar elmi peyğəmbərdən öyrənirdilər, yoxsa əldən öyrənirdilər? aydın məsələdir ki, Peyğəmbər salavatullah birinci idi, sonra Əli əleyhissalam idi. Yox, yəni əlinin qılıncının altından keçib gəlirdilər peyğəmbərin yanından elm öyrənirdilər, yoxsa necə idi? Bax Yəni görürsən. əli yox, qardaş Allah baxın. köməyiniz olsun. Ay Mirtofiq qardaş. Mən yox, onu sizə bir dəqiqə. deyirəm, siz onu Mirtofiq inkar edə qardaş. bilməzsiniz. Mirtofiq Ömər, qardaş, Ömər. Mirtofiq qardaş, baxın zəhmət olmasa, yəni biz burada səmimi söhbət Abdurrahman. edirik də. Bax, Mən səni səmimi başa söhbət düşdüm artıq. dediyimizin, yox, bax dediyimizi bir başa düşək və bir nöqtəsini qoyaq da, xahiş edirəm ki, bir mövzunu qapadaq da. Bax məsələn, şundakı Əli ibn Əbi Talib elmin qapısıdır, düzdür? Qapıdan girmədən elmi necə öyrənə bilərəm mən? Bax peyğəmbər də elmin şəhəridir də, düzdür? Əli ibn Əbi Talib də qapıdır. İndi mən də peyğəmbərin vaxtında yaşayıram elə bil. Gəlmişəm İslamı qəbul etməyə. Birinci gedib Əli ibn Əbi Talibə qəbul etməliyəm, şahadət verməliyəm, sonra girməliyəm peyğəmbərin yanına, yoxsa necə? Yəni bunun proseduru nətərdir? Siz o hədisi qəbul eləmirsiniz də onda. Yox, qardaş. Qəbul eləmirsiniz Yox. də. Ay Belə çıxır Mirtofiq da. qardaş. Mirtofiq qardaş, yəni siz peyğəmbər elmin şəhəridir, əlin qapısıdır deyib, peyğəmbərimizin 23 il ərzində dəvət elədiyi İslam dünyasına, İslam diyarlarına yaydığı o möminləri, sahabələri hamısını atırsınız kənara. Deyirsən ancaq Əlidir. Yəni Məhəmməd peyğəmbər sallallahu əleyhi və səlləm bir dənə Əli ibn Əbi Talibi neçə vəzifəyə göndərə bilərdi eyni vaxtda? Abdurrahman, İslamı- deməli, İslamı, sizlə mübahisəyə İslamı təbliğ qəbul eləmək üçün, edirəm. bax qardaş, bax İslamı təbliğ eləmək üçün peyğəmbər elçilər göndərdi, düzdür? Bəli. Yəni kimləri idi göndərdiyi adamlar? Yalançılar idi yoxsa Tabii. dürüst adamlar idi? Yəqin ki, dürüst olub göndərib də. Yəni peyğəmbər öləndən sonra indi bu adamlar yalançı oldular ki, bunları qəbul eləmirsiniz. Mən yalançı Yəni Yalançı axı peyğəmbərimizin ətrafı cəmi 14 nəfərdən ibarət deyildi axı. Bu bir. İkincisi, Quran-ı Kərimdə Əhzab surəsindəki ayəni gətirirsiniz və onu Əhl-i-Beytə bağlayırsınız. Əhl-i-Beyt peyğəmbərin zövcələridir. Ayədə danışılan, həmin ayədə danışılan peyğəmbərimizin zövcələridir. Zövcələrindən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm əbasının altına alır Həsəni, Hüseyni, Fatiməni və Əlini. Qucaqlayır ki, Allahım, bunlar da mənim əhl-i beytimdəndir. Amma yəni siz gətirirsiniz ki, Allah Taala əhl-i beyti paşlığa çıxarır, biz əhl-i beytin yolunu getməliyik. İndi yaş gələ əhl-i beytin yolunu. Əhl-i beytin yolu nə idi? Əhl-i beyt ya Məhəmməd deyib peyğəmbəri köməyə çağırırdılar. Ya Muhammed mədəd deyib peyğəmbəri köməyə çağırırdılar, qardaş. Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin üzərinə və ya İmam Həsən, Hüseyn, Əli ibn Əbi Talibin qəbrinin üzərinə günbəz tikib onun məbədgahı çevirmişdi. Yəni Əhl-i Beyt nə etmişdi ki, biz bu gün onu eləmirik? Əhl-i Beyt Yəni, necə namaz qılıb? Biz Əhl-i Beytin yolunu gedirik, qardaş. Əhl-i Beyt necə olubsa biz də onlar, çünki onlar da peyğəmbərin yolunu gediblər. Peyğəmbər necə olubsa, hədislərdə necə gəlibsə, biz də o yolu gedirik, qardaş. Yəni deyirsə Qobustanda mənə dedilər ki, onların təmizliyi şübhəmiz var. İndi siz kimlə söhbət etdiyinizi bilmirəm, amma Allah Teala həmin ayədə 10 neçə ayədə peyğəmbərin zövcələrindən danışır və ortada da deyir ki, ey ev əhli, Allah sizi paşlığa çıxartmaq istəyir. Ona görə bu ayələri sizə deyir, bu hökmləri sizə deyir ki, təmiz olasınız. Zövcələrindən danışır peyğəmbərin. Sən peyğəmbərin zövcələrini çıxarırsan kənara ki, burada peyğəmbərin əhl-i beytidir, peyğəmbərdən sonra yaşayacaq və ancaq İmam Hüseynin nəslindən gələcək 10 nəfəri mən qəbul edəcəm, 9 nəfəri qəbul edəcəm. Harada yazılıb bu, qardaş? Hanı bəs İmam Həsənin övladları? Hanı İmam Hüseynin digər övladları, onların nəsli? Onlar hara getdi bəs? 12-ci imam bəs hara getdi? 12-ci imam 1207 yoxdur. Harada da 12-ci imam 1207? Yəni bunlar hamısı, qardaş, bunlar hamısı belə deyək də sonradan İslam'a əlavə edilmiş, insanları İslamdan azdırmaq üçün
Əhlibeyt adı ilə yoldan çıxartmaq üçün atılan ortaya bir siyasətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bax, Əbbəkirlə dost idi, qardaş idi. Məkkədən Mədinəyə hicrət edəndə Əbbəkirlə hicrət elədi. Əli ibn Əbi Talib də onun əzizi idi, sevimlisi idi. Allah ondan da razı olsun. Peyğəmbərin yatağında Əli ibn Əbi Talib yatdı onun yerində. Amma Peyğəmbər hicrəti Əbbəkirlə elədi. Əbbəkirin qızına evləndi. Əbbəkir onun qaynatası idi. Ömərin qızına evləndi. Ömər onun qaynatası idi. Əli ibn Əbi Talib Ümmü Gülsümü, Fatimədən olan qızı Ümmü Gülsümü Ömər ibn Xəttaba ərə verdi. Peyğəmbər iki qızını Ruqayyə və Ümmü Gülsüm adlı qızlarını Osman ibn Əffana verdi. Dedi ki, üçüncü qızım olsaydı onu da Osman'a verərdim. Yəni bunlar bir-birinə can deyib, can aşırıblar, qardaş olublar. Sən bu gün Əhl-i-Beyti sevirəm deyib, İslamı kökündən parçalayırsan. Peyğəmbərimizin qurduğu o böyük bir binanı, bünövrəni sən kökündən sıyırıb atmağa çalışırsan. Daşlarını qopardırsan, bünövrəni çatladırsan sən. Və deyirsən ki, mən Əhl-i-Beytin yolunu gedirəm. Bu Əhl-i-Beytin yolu deyil axı. Peyğəmbər sallallahu aleyhi və səlləm elə bir gözəl zümrə qoyub getdi ki, onlar bütün dünyanı fəth elədilər. Əbbəkir nətər İslam düşməni idi ki, həyatını İslama sərf elədi. Ömər öz həyatını Peyğəmbərdən sonra həyatını ancaq İslam fəthlərinə sərf elədi. Ömər öləndə villalar qoyub getdi. Ömər öləndə mirasını milyonlarla pul qoyub getdi. Əynində bir çürük libasla gəldi, çürük libasla da getdi Ömər ibn Xəttab. Osman ibn Əffan həmçinin. Osman xəlifə olmamışdan qabaq milyoner idi. Amma xəlifə olandan sonra bütün varını dövlətini sərf elədi Allah yolunda. Yəni bu insanlara siz necə bu insanlara yəni dindən çıxdı, mürtəd oldu, bunlar belədirlər və ya yol ancaq Peyğəmbərdən sonra yaşayan 12 nəfərindir və 12 nəfər də 200 il ərzində yaşayıblar ha. Yəni belə şey olmur axı qardaş. Yəni bu İslamı kökündən sarsıtmaqdır. Yəni nətər olur ki, Allah Teala Quran-ı Kərimdə bu qədər ayələr nazil edir. Firon haqqında, Haman haqqında, Qarun haqqında, nə bilim, Lut qövmü haqqında, hər bir şey haqqında danışır. Amma Peyğəmbərin Əhl-i-Beytin yolunu getmək haqqında bir dənə ayə danışmır. Ki Peyğəmbərin Əhl-i-Beyt, Peyğəmbərin, yəni müsəlmanlar üçün gələn bir kitab sizin iddiavızda olan o yolu bizə öyrətmir. Bu nətər ola bilər? Bu absurd deyə qardaş. Hansı bir ayədə Allah Teala 12 imamın adını çəkir bizə bildirir və 12 imamın sayını deyir bizə. Yəni biz necədir? Mən də çox şey danışaram, amma sübut eləmək lazımdır qardaş. Allahın kitabı ilə, Peyğəmbərin yolu ilə sübut eləmək lazımdır. Allah Teala buyurur ki, "Və əzvacuhu umməhatuhum." Peyğəmbərin zövcələri möminlərin anasıdır. Amma bu gün gəlib biri xanım Ayşə deyib Peyğəmbərin həyat yoldaşlarına dil uzadır. Budur, Allah deyir anasıdır, bu burada gəlib dil uzadır. Allah deyir ki, ağac altından səni beyət eləyənlərdən Allah razı oldu. Onlar da Allahdan razı oldular. Bu gün sən gəlib deyirsən ki, hamısı mürtəd oldu. Yəni, sizin dediyiniz imamlar haqqında, qardaş. Kafir olmağını deməmişəm axı. Qardaş, mən sizdən danışmıram təkcə. Mən ümumiyyətlə şiəlikdən danışıram. Yox. O şiə, ağıllı şiə onu deməz. Siz deyən kimi xanımları sizin kitablarımız bunu deyir, qardaş. Sizin kitablarımız bunu deyir. Məzhəbinizin kitabları, qardaş, sizin xəbəriniz yoxdur, ola bilər. Amma sizin kitab, ana xəttiniz, ana kitab, ana qaynaqlar var, sizdə mənbələr. O mənbələrdə bunlar yazır. Yox, siz mənbələrdən danışırsınızsa, mən də çox mənbə deyərəm. Gəlin belə eləyək də. Mən onları mürtəd mənə xoşdur. Mən haqq nədirsə, mənim başım gözümdə yeri var. Əbdurrahman, Ömər özü qeyd eləyib, əli olmasaydı cəhənnəmlik olardı. Nə deyib ki? Bir məsələ ilə bağlı deyib ki, əli olmasaydı mən cəhənnəmlik olardım. Nə idi o məsələ? O məsələ o idi ki, qadının kişisinə şər yaxmışdı. Deməli, o şər yaxmışdı, onu Əliyə deyil, Ömərin yanına yedilər. Ömər onun deyəsən başın kəsilməyi haqqında qərar verir, fərman verir. O qaydı, sonra Əli əleyhissalam onu eləyir, aydınlaşdırır, eləyir.
Ondan sonra Ömər razılaşır Əli əleyhissalamla. Deməli onlar əlbəttə ki, bir yerdə Əlinin olublar. vəzifəsi nə idi ki? Vəzifəsi? Vəzifəsi yox idi onun. Ömər xəlifə idi. Bəs Əli nə işə baxırdı? Mən Əlinə Əbubəkir məscidinin yanından, Əbubəkir məscidinin yanında kitabxanadan kitab aldım. Həmin kitabda Yox. yazılır. Onu sizin Bildirə mənim dediyim qardaş. yoxdur. Ömər deməyib Yox, belə bir şey. Mirtofiq qardaş. Mən sizin dediyinizi aydınlıq gətirirəm də. Mən təsdiqləmək istəyirəm dediyinizi. Yəni deyirəm ki, Ömər ibn Xattab xəlifə idi o vaxtda, düzdür? Bəli. Bəs Əli ibn Əbi Talibin nə idi vəzifəsi? Əli ibn O da Əbi xəlifə Talib nə olub. işləyirdi? O işləməyib orada. Harda? Onun bir vəzifəsi olmayıb. 100%. Mən bilən vəzifəsi olmayıb. Əli ibn Əbi Talib qazi idi, dövlətin qazisi idi. Köməkçiləri isə Həsən və Hüseyn də Allah hamısından razı olsun. Əli ibn Əbi Talibin köməkçiləri idilər. Demək istəyirəm ki, elə bir söz yoxdur. Ömər ibn Xəttab deməyib elə bir şey. İndi bir dəqiqədə, indi bax Ömər xəlifə idi. Əli ibn Əbi Talib də Ömərin xilafətində işləyən qazi idi. Yəni Ömərin xilafətində Ömərə beyət edib xilafətində qazi işləyən Əli ibn Əbi Talib idi. Əli ibn Əbi Talib Ömər ibn Xəttabın xilafətini qəbul edib orada qazi işləyirdi. Siz Ömər ibn Xəttabı xəlifə kimi qəbul edirsiniz? Xəlifə olub da, 10 il xəlifə olub. Əbubəkir 2 il olub. Yox, yəni Ömər 10 il olub. ədalətli, Yəni bunu mən Raşidi Mirtofiq qardaş, sənin o vaxtda. Deməli mən onu qəbul elədim, eləmədim, o xəlifə olub da. Əlbəttə Yox. xəlifə olub da. Yox, mən onu demək istəmirəm. Yəni ki, deməyim budur ki, Ömər ibn Xəttab Allahın razı qaldığı ədalətlə hökm edən müsəlmanların rəhbəri, möminlərin əmri olub yoxsa yox? Onu mən deyə bilərəm sizcə. Allah onu Deyə qəbul bilərsən. edib eləməyib. Niyə Allahın adından demirsiniz? danışa bilər ha. Allahın adından niyə danışırsınız ki? Yoxdur, Allah onu qəbul Zaten- edib eləməyib, onu mən hardan Za- bilərəm ki? Zaten Allah Teala Quran-Kərimdə sahabelərdən razı oldu, mühacir və ənsarlardan razı olduğunu deyir. Bunu əsaslanıb deyə bilərsiniz. Əbdurrahman, deməli Bir. həmin İkincisi dövrdə qardaş, yəni bax Əli ibn Əbi Talib bəli, o hadisədə Əli ibn Əbi Talib düzgün qərar verir. Çünki Əli ibn Əbi Talib qazi idi. Ömər qazi deyildi. Əli ibn Əbi Talibin qazilik məharəti var idi və ona görə də Ömər ibn Xəttab Əli ibn Əbi Talibi qazi təyin etmişdi. Və Əli ibn Əbi Talibin qərar Ömərin təvazökarlığıdır ki, Ömər təkəbbürlü olsaydı, yekəbaşlıq eləsəydi, nə bilim heç kəs saymasaydı, vurub yıxsaydı, qapının dalında adamı qoyub qarnındakı uşağı salan adam olsaydı, heç vaxt Əlinin verdiyi ədalətli qərara boyun əyməzdi. Bu əksinə Ömər üçün ucalıqdır. Ömər üçün heç də alçaqlıq və ya Ömər üçün heç də bir ləkə deyil. Ömər ibn Xəttab radiyallahu Mən anh ona görə haqq demirəm. Sözümün qanı haqqın qarşısında Sözümün qanı başqa incidir. deyil. Sadəcə olaraq qardaş, bu problem bilirsin nədir sizdə qardaş? Sizdə problem odur ki, siz bir nəfər insanı o qədər şişirdirsiniz ki, ilahlaşdırırsınız ki, onun haqqında harda müsbət bir şey var, ondan 450 yapışırsınız. Amma Allah Teala Qurani-Kərimdə peyğəmbərin sahabələrindən, mühacir və ənsarlardan və onların yolu ilə gedənlərdən, ardınca gələnlərdən razı olduğunu dəfələrlə deyir, amma buna əhəmiyyət vermirsiniz. Ona görə qardaş, Əbdurrahman, sözümün sizin qanı başqa deyil. tərəziniz- Mənim fikrim başqa deyil. Sən başqa yerə Yox, gedirsən. hə? Yox, Sözümün qanı nədir Əbdurrahman? Allaha xatir danışırıq da. əlbəttə. Deməli mənim sözümün canı nə idi? Ömər ibn Xəttabın dövründəki olan məsələni niyə mən açıqladım? Sözümün canı nədir ki, bax gəl əyri oturub düz danışaq. Həmin dövrdə İslam dininin gözəl kim bilirdi? İslam dinini gözəl kim bilirdi? Bəli, birinci Əli əleyhissalam deyildi. Onu qəbul edirsən, eləmirsən? Birinci Əli deyildi, yox. Kim idi? Əli ibn Əbi Talibdən nə qədər rəvayət var? Nə qədər Yox, hədislər söhbət var? ondan getmir. Elmli Yox, olmaqdan, qardaş, söhbət Mirtofiq dini, qardaş. İslam. Mirtofiq qardaş. Yəni Abdurrahman, qurban olum sənə. Mirtofiq Məni düz qardaş. başa düşür. Sən başqa yerə gedirsən, Mirtofiq yox, başqa yerə getmirəm. Sən Bax, başqa fikir yürüdürsən. Mənim sözümün canı odur ki, həmən Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra həmin bu dövrdə
Osman xəlifə, Ömər xəlifə, Əbubəkir xəlifə, ümumiyyətlə səhabələr, bunların içində bu 100 neçə nəfər deyirlər də xəlifə, səhabələr olub. Deməli, həmin bunların içində daha elmlisi kimi yox. 100 neçə nəfər yox. Yəni sahabelər hardasa 100 minə yaxın olub, bəli. Aha. yox, 100 minə yaxın bütün ölkələri kənarda yaşayanlardan yox. Yəni konkret Yəni Məkkə, Mədinə və Ərəbistan yarımadasını peyğəmbər gəlib görən, ona iman gətirənlər. onu götürən yəni, hamısına səhabə deyir. Elə nəzərdə tutursunuz. Siz Yəni deyən kim olsun. kim mömin olaraq gəlib İslamı qəbul edibsə, peyğəmbəri görübsə və İslam üzərində də ölübsə, onlar sahabelərdir. Sahabə peyğəmbəri Siz deyən görüb, olsun. Problemi yoxdur. Mənim sözümün canı budur ki, həmin bu 100 minin içində daha güclü elmi bilən, İslam dinini bilən birinci Əli salamdır da, elə deyil. yaxşı olsun, mən razılaşıram sizinlə. Olsun yaxşı, əlimdən Mən tutarım. ona görə mənim sözümü yenə deyirəm. İndi bax fikrimi sizə açıqlayacağam. Bax Olsun, indi biz problem sizdən yox. danışırıq. 300 neçə nəfər də var bizə qulaq asır məncə. 329 nəfər. Bəli. Deməli bax bunların içində, bizim içimizdə elmlisi sənsən Əbdürrahman. Bir iş görmək istəyirik. Dini məsələn ya təşkilat mı deyə, ya nəsə bir xeyir iş görmək istəyirik. Bizim içimizdə elmlisi sənsən. Mən də tutaq ki pulluyam. O birisi də güclüdür. Bu 329 nəfərin içində biri idmançıdır, biri nədir və s. Biz içimizdə kimi seçməliyik? Elmini daha səni seçməliyik də, elə deyil. Yox, nə etməyirsiniz? Siz nə etməyirsiniz? Yəni bizim- Döyüşə gedirsiniz. Döyüşə gedirsiniz, ixtira edirsiniz, yoxsa sülhə gedirsiniz? İslam dinindən danışıram. Biz İslam Yox, Allah qardaş. yolunda çalışmaq Yox, istəyirik. qardaş, Nəsə bir dedim iş də. görmək istəyirik. Bax qardaş, Üzr yəni istəyirəm. siz Əbdürrahman, yəni döyüşdə hər söhbət insanın yoxdur. qardaş, hər bir insanın öz xarakterinə görə onun mövqeyi var. Bildiniz necə? Yəni idarəçi olmaq başqadır. İdarəçi olmaq başqadır. Hökm vermək başqadır. İxtiraçı olmaq başqadır. Problemlər içərisindən çıxış yolu axtarıb tapmaq, bacarığı tam başqa bir şeydir. Yəni bunlar fərqli-fərqli xüsusiyyətlərdir. Mən İslam dinindən danışıram da. Yəni İslamın Mən də Peyğəmbər sallallahu erməni kilsəsindən danışmıram ki, mən də İslamdan danışıram da qardaş. Əbdürrahman, deməli Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründə İslam ümməti yaranıb da, hə? Düzdür, İslam ümməti olub. Neçə nəfər var idi ümmətdə? Həmin sənin dediyin 100 min nəfər. Aha. Ha, deməli bunlardan Peyğəmbər sallallahu əleyhi və səlləm dünyasını dəyişdi. Bunların içində qəbul edirsən ki, tutaq ki, Əli idi yaxud Ömər idi. Fərqi yoxdur onun. Sözümün canı budur ki, sən bizim indi hal-hazırdakı vəziyyətdə Azərbaycanımızda tutaq ki, hamısını bir bayraq altında birləşdirmək istəyirik, fəaliyyət göstərmək istəyirik və bizim də içimizdə ən elmlisi sənsən. Biz səni qoyub başqasını seçməyə dəyər. O işi Dəyər, apara niyə bilər dəymir? qabağa. Bəli, dəyər niyə dəymir ki? Yox, içimizdə sənsən axı. Alim olsun da qardaş. Yəni mən aliməm, amma mən hökm vermək, rəhbərlik etmək bacarığım yoxdur. İdarəçiliyi bacarmıram. Yox, sən bacarırsan, Yəni, bayaqdan sənə suallar idarəçilik- verirsən, cavabını verirsən. Qardaş, baxın, yəni idarəçilik bacarmaq başqadır. İdarəçilik bacarığı olmaq başqadır, elm başqadır. Yəni bunlar tamam fərqli şeylərdir. Aydındır? Yox, Yəni idarəçilik deyən yerdə sən düzgün qərar verə bilirsənsə, biz səni qoyub o idarə eləyəni qabağa qoymalıyıq ki, o da səndən lazım olanda məsləhət alsın. qardaş, Bu bu işdir. bilsin. Səncə bu işdir? Bax, niyə deyil? Bax, Xəndək döyüşündə Peyğəmbər sallallahu əleyhi və səlləm neynədi? Buyur, davam elə. Peyğəmbər sallallahu əleyhi və səlləm ona xəbər gəldi ki, bütün ərəb qəbilələri Əhzab yığılıblar, sizə hücuma hazırlaşırlar. Yəni Mədinəyə yürüş edirlər. Deməli, bütün ərəb qəbilə, Ərəbistan yarımadasında nə qədər qəbilələr var, müşriklər. Hamısı Mədinə şəhərinə hücum edəcək. Mədinə də balaca bir şəhərdir də. Peyğəmbər sallallahu əleyhi və səlləm yığır sahabələrini, tədbir görürlər ki, özümüzü müdafiə edək. Salman Farisi radiyallahu anhu ilə Peyğəmbər nə etdi? Məşvərət elədi. Salman gəldi ki, ya Rasulullah, indi biz müdafiə xətti qururuq da. Bu Allahın vəhyidir, yoxsa sənin ictihadındır? Yəni sən bir taktik olaraq bir addım atırsan. Dedi ki, bu ictihaddır. Bu döyüşdür. Dedi ki, bu ictihaddır. Bunun vəhyi adəti yoxdur. Dedi ki, ya Rasulullah, onda mən sizə bir ideya deyim. Dedi, nədir ey Salman? Dedi ki, biz düşməni qarşılayanda xəndək qazırdıq.
bir maneə kimi ki, düşmən o xəndəyi keçməyə bacarmasın. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də dedi ki, çox gözəl ideyadır və Salman Farisinin ideyasından xəndəyi qazdılar və bütün o gələn qoşunu orada dəf elədilər. Aydındır? Yəni İndi siz bunu dediniz ki, ictihadla fikirlədir. Hindi burada Peyğəmbər ağıllıdır, yoxsa Salman Farisi ağıllıdır? Ağıldan götürürüksə, sənin o... Deməli, Peyğəmbərdir, onun öz vəzifəsi var. Amma Salman Farisi bu işi daha yaxşı bilir. Elədir yoxsa yox? Onda yaxınlığı belə çıxır ki, ona görə Mirtofiq qardaş, ona görə baxın, belə deyək də, istənilən bir dünya dövlətlərinə baxın və o dövlətin başçısına baxın. Bir dövlət başçısı dövlət süqut vəziyyətində olanda, yəni çökmüş vəziyyətdə olanda onu ayağa qaldırmaq üçün iqtisadi baxımdan çökübsə, onu ən yaxşı kim ayağa qaldıra bilər? Hərbiçi, polis, iqtisadçı, tarixçi, nə bilim, bunların üçün hansı yaxşı iqtisadçı olar, düzdür? Yəni dövlətin iqtisadiyyatını qaldırmaq üçün dövləti başçılıq edə biləcək hansı elm sahibi yaxşı olar? İqtisadçı olan bir kimsə. Dövlət müharibə dönəmində olanda dövlətə başçılıq edən hərbiçi olsa daha uyğun olar, yoxsa iqtisadçı uyğun olar? Təbii ki, hərbiçi uyğun olacaq. Yaxud da ki, elə həmin iqtisadçı dövlətin başındadır, amma qərarları özü təhlil eləmir. Yəni, özü qərarlar vermir. Çağırır həmin o hərbiçiləri, onlarla məşvərət edir və ondan sonra qərar verir. Ona görə heç kəs, heç bir məxluq bütün sahələri əhatə edəcək bir elmə sahib deyilsə, Əli ibn Əbi Talib də bunu bacarmırdı. Əbbəkir də bacarmırdı. Ömər də bacarmırdı bunu. Osman da bacarmazdı və heç kəs bacarmaz dünyada bunu ki, bütün elmləri bilsiniz. Peyğəmbər də bunu bacarmadı. Salman Farisi məşvərət elədi. Ona görə siz bir insanı, sizin probleminiz Əli ibn Əbi Talibi həddindən artıq ilahlaşdırmaqdır, onu şişirtməkdir. Siz onu o qədər belə şey edirsiniz ki, layiq olduğu həddən, Allahın onu tanıdığı cizgidən çox uzağa aparırsınız. Ona görə problemə düşürsünüz. Yox, Əbdurrahman, sən yenə də öz əqidənin adından çıxış eləyirsən. Düzgün, mənim fikrimiz... Vallahi öz əqidəmə görə demirəm. Bax, bunu sən ki, ateistlə də söhbət elə. Ateist sənin Əli ibn Əbi Talibə bu olan mövqeyi bütpərəstlik kimi görəcək. Get bunu bir Hristiyan olsa o da onu elə görəcək. Birincisi, Quranda ayə var. Quranda ayə var, ayə Əbdurrahman. Gəl bir-birimizə qulaq asaq da, bax sənə qulaq asıram da mən. Ola bilər, mən biraz emosional qapırdım, buyur. Bir-birimizə hörmət eləyək də Əbdurrahman. Estağfurullah, hörmətsizlik eləmirəm qardaş, ola deməkdir, buyur. Yox, sən bir şeydən istifadə edib bütün ürəyi boşaldırsan, amma məni tutmaq istəmirsən. Fikrimi tutmaq istəmirsən. Ya mən sizin fikrinizi ilk cümləmizdən tuturam, narahat olmayın. Yox, yəni ya fikrimi çatdıra bilmirəm sənə. Yox, mən sizi başa düşürəm qardaş. Mən sizi... Yox, sən mənə başa düşmürsənsə onda başqa yerə yönəlirsən axı. Başqa fikirlər deyirsən. Başqa fikirlər demirəm. Elə dediyim elə o fikrin üzərində et də. Qurban olum sənə. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm saydığın vəzifələrin sahibi idi. İqtisadçı idi, hərbiçi idi, kim idi? Yəni Allah ona nəyi vəhy edirdisə, onu çatdırırdı. Peyğəmbər vəhy çatdıran dövlət rəhbəri idi də, dövlət rəhbəri idi. Həm iqtisadi məsələləri həll edirdi, həm bütün məsələləri həll edirdi də. Düzdür? Sonra Quranda ayə var, Peyğəmbər sallallahu özündən danışmır. O ancaq Allahın dediklərini deyir. Bəli. Bəs indi o Xəndək döyüşündə Allahın dediyini dedi də, təsdiq elədi də. O bu deməklə deməli Peyğəmbər sallallahu bilmirdi bu Xəndək söhbətini. Onda Salman Farisi niyə gəldi dedi? Salman Farisi dedi. Amma onu təsdiqin kim elədi? Necə təsdiqin kim elədi? Yəni Salman Farisi ideya verdi. Salman Farisi ideya verdi. Peyğəmbər də onun ideyasına uyğun olaraq da hərəkət elədi. Bədir döyüşündə 313 nəfər idilər, o biri tərəf 900 neçə nəfər. Mirtofiq qardaş, xəndək qazmaq ibadətdir. İbadət? İbadətdir. Yəni biz bu gün mən bu gün ibadət edirəm, xəndək qazıyacam. Belə bir ibadət var.
Qurban olum, sən bax təsdiq elədin ki, Peyğəmbər sallallahu Quranda yazılır ki, Allahın dediklərini deyir. Özündən heç nə demir. Qardaş. Yox, qardaş. Yəni siz ibadətlə, ay qardaş. Qardaş, ibadətlə, ay Ümumiyyətlə. qardaş. İbadətlə, ay Mütəfi, ibadətlə Bu da ibadətdə söhbət gedir. Ayrıdır, siz ibadətdə ibadətlə söhbət gedir. yox, siz ibadətlə davranışı bir-birinə qatmayın da. Xəndək qazmaq ibadət deyildi. Peyğəmbər sallallahu ancaq ibadəti deyirdi. Yəni ki, Allah Taala peyğəmbərə icazə vermişdi ki, dünya işlərində ixtiyar eləsinlər. Yəni peyğəmbər sallallahu əleyhi və səlləm dəvənin necə minməyi öyrədirdi müsəlmanlara. Ay, görürsən, yenə də başqa yerə gedirsən. Yox, başqa yerə getmirəm, qardaş. Yəni ki, siz Salman Farsinin verdiyi ideya ibadət deyildi. O bir taktika idi. O Qərarı kim verdi? Qərarı kim verdi? Qərarı peyğəmbər verir, əlbəttə peyğəmbər verirdi. Peyğəmbər sallallahu verməsəydi Farsının sözü nə olacaqdı? Heç şey qəbul edəməyəcəkdi sözün. Deməli qərarı verən Peyğəmbər sallallahu idi də. Mən dedim ki, qərarı Salman Farsi verdi. Zaten mən də dedim, peyğəmbər qərar verdi də. İdeyanı verdi və belə çıxır ki, Peyğəmbər sallallahu Xəndək söhbətindən xəbəri yox idi də. Xəbəri var idi. Əlbəttə var idi. Bəs onda niyə demədi ki, Salman Farsiyə ki, ay Salman, yəni sən gəlmirsən burada uşaqsan, söhbət edirsən, ged işinlə məşğul ol. Allah Taala bunu mənə əvvəldən deyib ucu. Niyə demirdi? Bəli deyib, amma o öz səhabələrin düşündürməyə vadar eləyib də o hərəkəti Yəni, ilə. yaxşı, indi bunu hardan oxumusunuz siz? Bunu oxumağa ehtiyac var. Əlbəttə ki, var. Mən sizə, ay qardaş, mən sizə, O köməyin olsun. mən sizə, ay Mütəfiq qardaş, özünüzdən 2 saatdan namazlı. xahiş edirəm. Qardaş, baxın, Mən sizin hüddət mən sizə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin hədisini gətirdim ki, bax, onun vaxtında belə bir hadisə baş verib. Belə bir orada müzakirə gedib və qərar da bu olub. İndi siz gətirirsiniz, özünüzdən fantaziya qurursunuz, olmadı ki. Yəni, əlinizdə sübut varsa, faktla danışın, mən başım gözümüzdə yeri var. Amma, yox, əgər siz özünüzdən söz qarşısında söz qoyacaqsınızsa, bu müzakirə deyil də, yəni üzr hesab edin. Yox, mən söz qarşısında deyirdə təsdiqini deyirəm ki, Peyğəmbər sallallahu eləyib və ona vəh gəlib, ona hadisələrin haqqında hamısı məlumat verilib. Onun öz ölümü haqqında məlumat verilib. O da son həcc ziyarətində deyib ki, mən bunu gələn səfər sizlə gəlməyəcəm. Yaxşı, bunu deyən Allah Xəndəyi deməyib ona. Yəni Allah Teala vəd eləmiş ki, Xəndəyi də deyəcəm. Sonra Allah istəsəydi o qoşunun qarşısını ala bilməzdi. Hansı qoşun? Zaten Allah aldı da qabağını. Allah müvəffəq elədi. Allah müvəffəq elədi, Xəndəyi qazdılar. Bir ay mühasirədə saxladı, sonra Allah Teala bir külək göndərdi, qasırğa. Onların çadırları, dəvələri, tarım oldu, hamısı qaçıb getdilər. Mən sözümün canı bu idi ki, əsas sözümün canı bu idi ki, mən dedim ki, bax hal-hazırda bizim içimizdə Allah elmli eləsin Əbdurrahman qardaşı. Allah elmli eləsin. Mən heç kəs görsən, sənin sözlərimə nə fantaziya dedim, nə artıq söz dedim, amma deyirsən. Canın sağ olsun. Yox, Mütəfiq qardaş. Qulaq asaq da bir-birimizə. Olsun, mən yəqin səndən həm də böyüyəm də. Heç olmasa bir-birimizə. O üzrlə hesab edin. Mən bilmirəm sizin yaşınızı da bilmirəm, ola bilər üzrlə hesab edin. 56-dır. Söhbət ondan gedir ki, mənim 56 olsa da mən sənə qulaq asmağı bacarıram da. Sözümü kəsmirəm ki. Mən də sizdən ibrət alıb öyrənirəm. Buyurun. Yox, ibrət almağa ehtiyac yoxdur. Deməli, Əbdurrahman, mənim sözümün canı bu idi ki, içimizdə ağıllı sənsənsə, səni seçməliyik. Həmin dövrdə də sən bax görürsən qəbul eləmək istəmirsən ki, həmin dövrdə elmi İslam dininin əleyhissalam bilirdi və mənim sözümün canı budur ki, əgər o vaxtı həmin o cəmaat onu seçilsəydi, həmin dövrdən də bu günə qədər davam eləsəydi, başqa şeylər yaranmazdı, təriqətlər və s. və ilaxır. Və ideal bir dövlət olardı. Və hal-hazırda fikir verirsiniz, Azərbaycanlar Avropaya qaçır. Çünki onlar ədalətli və s. və ilaxır. Həmin bu ideal dövlət qalardı, əksinə hamısı bura qaçardı. Mənim sözümün canı budur. Və salam, Allah kömək olsun. Mütəfiq qardaş, yaxşı, onda bir dənə mən sizin bu sözünüzün canına bir dənə can qatımda olar. Buyur.
Deməli baxın, Əli ibn Əbi Talib radiyallahu anhu xəlifə oldu yoxsa yox? Oldu. Onun xəlifəlik dövründə yadda qalan, İslamı inkişaf elətdirən, müsəlmanları birləşdirən hansı hadisələr oldu? Hey Əbdürrahman, ay Əbdürrahman. Yox, Onun hansı hadisələr oldu? haqqında- Yadda qal. Bax, məsəl üçün daşı, Onun mən Ömər ibn haqqında Xattabın bax, Əbubəkrin xilafətindən mən sizə nümunələr gətirə bilərəm ki, Əbubəkr radiyallahu anhu mürtədlərə qarşı döyüşdü, mürtədləri susturdu. Zəkatdan, namazdan imtina edənlər var idi, onları təzədən qaytardı dinə. Usamənin qoşununu göndərdi düşmənin üzərinə. Ömər ibn Xattab Fars imperiyasını darmadağın elədi, Roma imperiyasını darmadağın elədi, qovdu Şam torpaqlarından. Misri fəth elədi, Yəmən torpaqlarını bütünlüklə fəth elədilər, hər bir yerinə əl qoydular. Nə bilim, Fələstində Əl-Əqsa məscidini fəth elədi Ömər ibn Xattab. Osman ibn Affan dəniz donanmasını təsis elədi. Osman ibn Affan dəniz yürüyüşlərinə müsəlmanların çıxmanı elədi. Yəni çox döyüşlərdə Osman ibn Affan müsəlmanların torpaqlarını genişlətdirdi. Əli ibn Əbi Talib nə elədi? Birincisi, mən bir adam haqqında danışam. Bu sual niyə verirəm? Üzr istəyirəm. Yəni ki, burada bizim izləyən 300-ə yaxın adam var. Elə başa düşmədən mən Əli ibn Əbi Talib sevmirəm. Əli mənim canımdır, ciyərimdir, ürəyimdir. Əlini radiyallahu anhunu mən öz nəfsimdən də çox sevirəm. Allah da buna şahiddir. Sadəcə olaraq müzakirə baxımından ki, qardaş deyir ki, Əli ibn Əbi Talib birinci xəlifə olsaydı, hər bir şey olacaq idi, hər şey yaxşı olacaq idi. İndi bax, Əli ibn Əbi Talib olsun 4-cü olduqda fərqi nədir ki? Əli ibn Əbi Talib nə ilə yadda qaldı İslam tarixində? Mən bəyaları dedim ki, tarixi qutarmışam, tarix müəllimi işləmişəm. Bəli. Və sənə Əməvilərdə nə qədər rəhbər olub, nə işlər görülüb, Abbasilər 500 Əməviləri gəlmə. Əməvilər, qardaş, Əməvilər zaten Əməvilər gəlmə. Mən Əli ibn Əbi Taliblə danışdım, qardaş. Yox, vaxt gedir, saat 2 işləyib. Ya siz sualdan yayınırsınız. Əməviləri, mən Abbasi dedim, məsələn, Əməvi dedim, yox. Əli ibn Əbi Talib xəlifə olub neynədir? Bax, onu bir dənə müzakirə edək də, xahiş edirəm. Qırağa çıxmayaq. Müzakirə eləməyək onu, çünki nəyə görə? Onu da bilirəm. Mən sənə tarixi dedim oxumuşam. Mən bunların hamısını sənə izah edə bilərəm də. Bugünə qədər olan məsələləri, Abbasilərdən sonra hansı ölkələr yarandı, hansı ideyanı apardı və s. və elə bunların hamısını bilirəm də. Əli əleyhissalamın dövrünü də deyə bilərəm, Ömərin də dövrünü deyə bilərəm, Muaviyyənin də dövrü İspaniyaya getdi və s. və elə bunların hamısını demək olar da. Yox, qardaş, yəni ki, söhbətimin canı bu idi, onu sən qəbul eləmirsən. Sən qəbul eləmirsən. Nəyi qəbul eləmirəm? Gəl qulaq asaq da, 2-yə işləyib, mən heç yatmadım, indi səhərə də durmaq lazımdır. 4-ə işləmişəm. Mənim sözümün canı bu idi, onu da sən qəbul eləmədin, Allah köməyiniz olsun. Yox, mən nəyi qəbul eləmədim, Müstəfi qardaş? Nəyi qəbul eləmədim? Mən İslamın birliyinə çalışan adamam, İslam ümmətinin yarına birləşməsinə çalışan adamam. Siz İslamı birləşdirmək istəyirsinizsə, ümməti birləşdirmək istəyirsinizsə, kökdən birləşdirmək lazımdır. Mən birləşdirə bilmərəm. Kökdən ayırırsınızsa, bax siz orada Əbbəkir Ömər Osmanı ayırırsınızsa. Sən özün ayırırsan, ay qodur. Ali İmran surəsində deyir ki, mən İbrahim deməli Nuhun şiyəsidir. Ümumiyyətlə mən bu hansı peyğəmbərə deyir, mən bu nəsli üstün qərar verdim. Deməli o ayırdı, ümməti ayırdı Allah. Cavab verə bilərsiniz buna? Yox, yəni siz sualınızın canı deyil də. Peyğəmbərlərin nəslini dedi ki, mən üstün qərar verdim. Deməli o obruslardan ayırdı bunu. Yox, bildiyim hansı peyğəmbərdən gedir söhbət? 12 rəqəm haqqında o qədər şeylər var. 12 saat var. 12 nə bilim bulaq var, nə bilim və s. və s. və s. Bunları bu deməli ayırdı Allah. 12 ay var. Və salam da. Yəni demək istəyirəm ki, bunları ayırdı. Bildiyim 12-ni Allah sadə cəmaatı üzr istəyirəm. Allah sadə cəmaatı alçaltdı, o birisi nəsli qaldırdı. Yox, qardaş, Allahın bu rüzgarıdır da. Qardaş, yəni ki siz Öməri kim seçdi xəlifə? Qardaş, siz bir əqidə uydurursunuzsa. Soruşuram səndən, Öməri kim seçdi? Əlini kim seçdi xəlifə? Soruşuram, indi mən də sənə sual verirəm. Əlini kim seçdi xəlifə?
Siz heç mənə sualıma cavab vermədiniz axı qardaş. Mən onun sualına cavab verə bilərəm sənə. Yenə də deyirəm. Verin Mən də, qaçmıram bu səndən. qədər Vermə bu qədər, sən. bu qədər şey Ha. danışınca o suala cavab verin də. Abdurrahman, deyirəm ki, mən onu cavab verə bilərəm. Söhbət Verin ondan də, gedir axı. mənim Mən aramda onu da sizin cavab sual- vermək üçün mən cavabınız. çox geniş cavab verəcəm də, amma vaxt gedir də. Yox bildim. Yox Mənim- qısa olsun da. Burada- Qısa verin. Nə problem var ki? Burada 5 dəqiqəlik hansı- 5 dəqiqəlik cavab verin həmin suala. Burada hansının üstün, hansının zəifdən söhbət getmir. Söhbət ondan gedir ki, elm İslam dinindən gedir. İslam dininin də həmin dövrdə əli bilirdi də. Bunu niyə inkar edirsiniz ki? Əldən başqa siz bilmirdi İslamı. Ondan aşağı bilərdi, amma onunla bərabər bilən var idi. Ondan Onun çox qədər bilənlər bilən də var var idi. idi. Ondan Ha? çox bilənlər də var idi. Niyə yox idi? Kim idi o? Kim idi? Məsələn İbn Abbas. İbn Abbas əleyhissalamdan çox bilirdi. Bəli. Peyğəmbər dua eləmişdi onun üçün ki, Allahumma fəqihu fid-din. Allahım onu dində fəqih elə və allimhu təvil. Və Quranın təvilini ona öyrət. Elə onlar bir şey deyil. Məsələn, Məsələn, ondan əlavə Abu Bakr. Onun dediyi Abu Bakrın ümumiyyətlə rəylərində ixtilaf ümumiyyətlə ən azdır. Amma Əli radiyallahu anhun rəylərində, fikri rəylərində ixtilaf çoxdur. Yox, yəni biz əslində sahabelər arasında belə müzakirələri edən adamlar deyilik. Yəni biz sahabelər hamısını sevirik. Hər bir sahabədə öz sahəsində özünün müəyyən bir bilgilərində elmlidir. Yəni mən indi bax məsələn ki, Əli ibn Əbi Talib ən yüksək elmə sahib olan bir kimsə idi. Yəni Əli ibn Əbi Talibin elmi hamısından üstün idi, bütün sahabelərdən. Mən sizinlə razılaşıram. Çox gözəl. Gözəl Tofiq qardaş. Mən orada addan danışmıram. Bax sözümün canı nədir? Əli ibn Əbi Talib, baxın Əli ibn Tofiq qardaş. Yəni ki, deyirsiniz ki, Əli ibn Əbi Talib ən yüksək elm sahibidir. Mən də razılaşıram. Bax bunu mən onu Gözəl. deməkdə mənim də marağım var. Sizcə Yox, 1400 Mən sizin marağınızı güdmürəm. Baxın, mən sadəcə olaraq deyirsiniz, sual verdiniz. Mən də qəbul elədim ki, ən üstün Əli ibn Əbi Talibdir elmdə. Çox gözəl. İndi gəlin baxaq görək. Əlimizdə, yəni bax bir insan elmlidir. Elmlidir. Yəni bundan, yəni ki, bu ev ki şəhərin qapısıdır da, elm şəhərinin qapısıdır. Bu elm şəhərinin qapısından bizə gəlib çatan nə qədər rəvayət var? Yəni bunun elmi bizə nə qədər gəlib çatıb? Hə, Mir Tofiq qardaş. Əli ibn Əbi Talibdən nə qədər hədis rəvayət olunub bizə gəlib çatıb? mən nə bilim sizə nə qədər nə çatıb. Əlimizdə kitablar var da. Əlimizdə mənbələr var, kitablar var. Yəni baxın, Şiə məzhəbinin 4 dənə Kutubul Ərba adlı 4 mötəbər, yəni məzhəbin qəbul elədiyi 4 dənə bizim necə ki Buxari, Müslimimiz var. Onların da 4 dənə mötəbər kitabı var. Mötəbər kitabı var. Bu kitabların 4-ündə 16.000 rəvayət var. 16.000 rəvayət var. Bu 16.000 rəvayətdən cəmi cümlətanı Əli ibn Əbi Talibin rəvayətləri 600 dənədir. Cəmi 600 dənə rəvayət var Əli ibn Əbi Talibdən. Yəni Əleyhissalamın Nəhcül Bəlağası var, Nəhcül Bəlağası var. Qardaş, Nəhcül Bəlağə, Nəhcül Bəlağə, qardaş, 600 rəvayətin yanında heç bir şeydir. Nəhcül Bəlağədə nə var ki Nəhcül Bəlağədə? Nəhcül Bəlağədə Əli ibn Əbi Talib Muaviyyəyə qardaşım deyir. Hardadır ki, hansı məktubundadır ki? Məktubunda deyir də, deyir ki, qardaşım Muaviyyə. Hansını da deyir də o. Məktubunda deyir də, qardaşım deyib onunla döyüşür. Nəhcül Bəlağə bir balaca cizdə kitabdır, açın baxın da. Balaca deyil birincisi, ikincisi də ki, o qardaş deyib onunla döyüşürdü. Nəhcül Bəlağə balaca bir kitabdır. Azərbaycan dilində tərcümə edilən iri görsənir. Ərəb dilində azı 250-300 səhifə yaxın bir kitabdır. Abdurrahman. Deyirəm ki, qardaş deyib onunla döyüşdü. Bəli. Qardaşı ilə döyüşdü də. Bəli, döyüşə bilməsi qardaşla. Nəyə görə döyüşdü? Necə nəyə görə döyüşdü? Qardaşım ixtilaf elədilər, döyüşdülər də. Fikirləri düz gəlmədi. Bıçaq sümüyə diləndi, döyüşdülər. Həmin yerləri istəyirsiniz. Hə, oxuyun Asım müəllim. Oxuyun Mir Tofiq qardaş deməsin. Oxuyun müəllim, Allah bərəkət. Şiə mənbələrindən indi Əlinin Muaviyyə nə deməsini oxuyuram.
Deməli İbn Tarifin İbn Əlvandan, onun da Cəfərdən, onun da atasından rəvayətə görə Əli döyüşdə olanlara belə dedi. Biz onları kafir saydığımız üçün döyüşməmişik. Onlar da bizi kafir saydıkları üçün döyüşmədilər. Biz haqq üzərində olduğumuzu düşündük, onlar da özlərini haqq üzərində zənn etdilər. Başqa bir rəvayətdə isə deyir ki, Əli əleyhissalam elə Şiə mənbələrinə gəlib. Onu əleyhissalam kimi də oxuyuram. Əli əleyhissalam özünə qarşı döyüşənləri nə müşrik, nə də münafiq adlandırırdı. Sadəcə deyirdi, onlar bizim qardaşlarımızdır. Bizə qarşı haqsızlıq etdilər. Bu məsəl üçün bunun özü Bihar Ənvərdə Məclisi cild 32 səhifə 324-də gələcəm məşhur bəladır. Deməli, biz və Şam əhli qarşılaşdıq. Görünən odur ki, yenə Əlinin sözlərindən, Rəbbimiz birdir, Peyğəmbərimiz birdir, İslamda dəvətimiz birdir. Onlar da bizim kimi Allaha və Rasuluna iman ediblər. Aramızda fərq yalnız Osman məsələsindədir. Biz ondan uzaq, yəni o ittihamdan ki, Osman öldürüb. Nəşr Bəlağa, cild 3, səhifə 114. Həmçinin Əsfahaninin Kəşfül Qumməsində, cild 2, səhifə 59. Cəvahirül Kələmdə, cild 12, səhifə 338. Qurb-ül İsnəddə, səhifə 62 və Səhl-i Şeyhdə 11-ci cild, səhifə 62. Əli radiyallahu anh deyir, sonra əleyhissalam da oxuyuram elə. Fitnə zamanı İbn Ləbun kimi ol, o nəməyə və bunun səhvdir, bu şey əlavə gedir burada. Deməli, növbəti şeyləri oxuyuram. Əli yenə neyinir? Deyir ki, Qurandakı bu ayə əsaslanaq deyir. Əgər möminlərin iki dəstəsi bir-birlə vuruşarsa, Əli buyurur, sizin lənət edən və söyüşən olmağınızı xoşlamıram. Bu ayəni təfsir edərkən deyir ki, sizin lənət edən və söyüşən olmağınızı istəmirəm. Bu da gəlib Bihar Ənvarda cild 32 səhifə 399. Ondan sonra növbəti yenə oxuyaram. Deməli, İbn Tarifin rəvayətinə görə Əli əleyhissalam döyüşdə onlara belə demişdi. Biz onları kafir saydığımız üçün döyüşməmişik. Onlar da bizi kafir saydıqları üçün döyüşmədilər. Biz haqq üzərində olduğumuzu düşündük. Onlar da özlərini haqq üzərində bildilər. Bu da yenə Biharul Ənvar, deməli, oxudum bu mənbəni. Bir də Həyatül Qulub kitabında Məclisinin səhifə 122-ci. Yenə oxuyum, yoxsa kifayətdir? Bunu oxuduq, oxumadı. Bu döyüşüblər də. Yəni Əli əleyhissalamı qəbul eləməyib, ondan Yəni Osmanlı döyüşüblər, amma qardaş sayıblar bir-birini. Mir Tofiq müəllim, bəsdirin də. Biz nə deyirik, onun şey tapırsınız orada. Yox, deyirəm döyüşüblər. Mən icazə versin, mən də müəllim sizə bir şey demək istəyirəm, amma qəti xətrinizə dəyməsin. Yaşda da bizdən böyüksüz. Amma bizə elə gəlir ki, siz öz fikrinizi, yəni nə edirsiniz, belə rahat formada çatdırırsınız və məqsədiniz odur ki, bəli, yəni sizin dedikləriniz hamısı düzdür, amma biz dediklərimiz hamısında nəsə orada bir səhv var. Qurban olum, 200 il sonraki alimlərin yolu ilə gedirsiniz də, səhvdir. Siz kimlə gedirsiniz? Mən sizə bir sual verirəm. Yaxşı, sizin Şiə mənbələrinin ən mötəbər kitabı hansıdır? Hədis kitabı. Tutaq ki, filan Usul Kafi, nə bilim, Nəsr Bəlağa. Usul Kəfi nə vaxt cəm olunubdur? Yox, bunların nə vaxt cəm olub? Müqəddəs kitabdır, birinci kitabdır, ikinci kitabdır. Kəfi, 4-cü əsrdə yazılır. Qardaş, mən nə demək istəyirəm? Biz əgər sözünüz danılır, Aysa. Yəni bax qulaq asın, Şiəliyin, baxın, üzr istəyirəm. Şiəliyin əksər hədisləri, məsələn, necə Cəfər məzhəbi adlandırır, məsələn, 12 imamlar, bilirsiniz niyə? Çünki əksər hədislər Cəfərdən rəvayət olunur, heç Əlidən də yox, aydındır Cəfər. Bəli, Cəfər Sadiq əleyhissalamdan məktəbin əsası qoyulub. Əlidən rəvayət olunan hədislər, istəyirsən statistikadan sənə deyim, Əhl-Sünnə mənbələrində Şiə mənbələrindən qat-qat çoxdur. Şiə mənbələrində isə Şiəliyi ən çox kimdən rəvayət ediblər? Cəfərdən. Aydındır, Cəfərdən 70% Küleynin hədislərinin 70%-i Cəfərdən. Bəli. Cəfər Sadiq məktəbin banisidir. Cəfər Sadiqdən gəlir. Cəfər Sadiqdən. Küleynə gəlincə isə qardaş, Küleyninin hədisləri səhihdir yoxsa səhih deyil səncə? Orada mənim bildiyim müəyyən hissəsini saxta çıxarıblar. Hansı hissəsini? Rəqəmi bilirdim, yadıma qalmayıb. Yaxşı, şimdi mən sizə bir sual verirəm. Bax, bizim hədis kitablarımızda deyirsiniz ki, düzgün deyil. Bizim hədis kitablarımızdan, məsəl üçün mən Muvattanı götürürəm. Cəmi cümlətəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən Muvattanın yəni yığılma tarixi 120 il. 120-130 ildir. Düzdür? Və bu müddət ərzində Peyğəmbər sallallahu əleyhi və səlləmlə İmam Məlik arasında ravilərin sayı cəmi 4-dür. 4. Aydındır, cəmi 4-dür. İmam Malikdən, məsəl üçün orada qızıl mənbələr var. Bildiyim qədər 3 də var Rasim müəllim. Hətta 3 də var. 3 də var. Belə deyək, bax qulaq asın. İndi sizə mən bir sual verirəm, məntiqi bir sual verirəm. Bax,
Mən Əhl-Sünnə mənbələrində, hətta mən belə deyim, Məlikdən qabaq da, yəni digərlər olub. Məlikənin sadəcə belə deyək də ən mötəbərlərindən biri ona görə sayıram. Məliklə Peyğəmbər sallallahu əleyhi və səlləm arasında cəmi cümlətanı 4-5 ravi olubdu. İndi sizə bir sual verəcəm. Cəfərlə də deməli şey arasında Kuleyn arasında 5 yəni nəsil olubdu. 5 yəni ravi olub da, zəncir olub da, aydındır? İndi sizcə və Cəfərlə də Peyğəmbər sallallahu əleyhi və səlləm arasında onun üzərində bir 4 dənə əlavə edək. Çünki Cəfər elə Məliklə yəni bir dövrdə yaşayıbdı. Məlikdən biraz əvvəl yaşayıbdı. Baxın, indi sizə görə bu dinin gətirilməsinə görə Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayet edənlər daha düzgün olardı. Bu dini daha düzgün çatdırarlar, yoxsa Cəfərdən rivayet edənlər məntiqlə? Məntiqlə adınız nə oldu sizin? Mənim adım Asim. Asim, Allah ömrü və bərəkət versin, elimizə bərəkət versin. Deməli, birincisi, mən bəyalara Əbdurrahmana dedim ki, səni yaxın tanıyanlar kimlər olar? Ailə üzvlərini tanıyar da səni yaxşı. Aha, bəli. Bax, sözümün canı da budur ki, Peyğəmbər salawatullahdan sonra həmin o nəsil davam eləyib, gəlib çıxıb Cəfər-i Sadiq əleyhissalama. Tamam. Yəni, imamlar da biri-birinə ötürüblər. Yox, ötürməyiblər. Yox, ötürməyiblər. Cəfərdən rivayet olunan hədislərin əksəriyyəti heç Mədinə raviləri deyil. Hətta misal üçün onlara bir çox elə şiə alimlər üzrə küfə varlar deyirlər. Küfələrdir, hamısı küfələrdir Asım müəllim. Yəni Cəfərlə qulaq asın, mən səndən razılaşdım ki, tutaq ki, Cəfərlə Peyğəmbər sallallahu əleyhi və səlləm arasında zəncir var. Peyğəmbər sallallahu əleyhi və səlləm Əliyə rivayet edibdi, Əli Hüseynə və Həsənə rivayet edibdi. Ondan sonra gəlib Zeynəl Abidinə, ondan sonra və sair gəlib Cəfər. Mən buna razılaşdım. Lakin Cəfərdən Küleyniyə qədər olan zəncirdə qardaş, zəncirdə yoxdur o imamlar. Ümumiyyətlə, məntiqlə, sənin dediyin məntiqinlə, əslində bilirsən nə olmalı idi? Yəni 12-ci imama qədər bu zəncir getməlidir. 12-ci imam da nə etməli idi? Bir dənə kitab yazmalı idi. Niyə görə Kuleyn yazır ki o? 12-ci imam özü yazardı da, sonra da cəm edərdi bu kitabı, çıxardardı ki, bəli, bu bizim nəsillə gələn şey tarix. Amma belə deyil. Ümumiyyətlə, İmam zəncirindən olan, o qızıl zəncir deyirlər də, qızıl zəncirlə olan hədislər şiəlikdə 10-15-i keçmir bəlkə də. Heç bir də səhih deyil, bunu da deyim, elə şiə mənbələrinə görə. İndi sənin o deyirsən, Peyğəmbərdən danışanlar doğru, yəni öz əhl-i beyti düzgün rivayet edərdi, yoxsa yox. Qardaş, sizdə Cəfərdən rivayet edərlər, özü də Peyğəmbərdən yox. Və Cəfərin övladları yox. Cəfəri ümumiyyətlə ömründə görməmiş küfə avaralar rivayet edibdi. Bu zaman yaxşı. Sən necə bu, yəni Əhl-i Beytdən hədis götürüb iddia edirsən? Birincisi, siz bir dənə sual verim dənə. Bu 14-12 nəfər deyirik də. Bunların hansı bir səhv iş görür? Nəsə bir minus var. Mən sualıma cavab ver, sonra cavab verəcəm. Mən sualıma cavab verdim ki, bu zəncir var. 12-ci imam səhv iş görübdür. Mağarada gizlənib çıxmır 1200 ildə. Özü də Quranı da aparıbdır. Səhv iş görür. Əlbəttə səhv iş görür. Bax ki, əsl 5 Quranı yaşında səhv iş görür və? Qardaş, əsl Quranı aparıb 1200 ildə mağarada gizlənib. Ümməti Qurandan məhrum edib. Mağarada gizlənir. Hardadır? Gizlənməyib? Yoxdur. Hardadır? Allah'ım inşallah onu Tamam, əsl Quran ondandır. Əsl Quran kimdədir əsl Quran? Yəni indiki Quranlar saxtadır. Sizə görə mən sən bunu mənə kitablarınıza görə. Bayaq kafini tərifləmirdin, Sulkəf Kuleynini. Kuleyn deyir ki, bəli, əsl Quranı götürüb mağaraya gedir. 3 yaşında 18.000 ayəlik Quranı. Ümməti Qurandan məhrum edib, ağsaqqal. Düz işdir bu. Gülərsən, bax. Yaxşı, gecə xeyrə qarşıqsan. Deməli, görün 3 yaşında, 5 yaşında qeyb olub. 5 yaşında qeyb olub. Siz deyirsiniz ki, Quranı aparır. 3 yaşında, ay Mirtofiq dayı, 3 yaşına qədər onu heç kəs görməyib onsuz da. Heç anası da görməyib. Özü də gülürə axsaqqal, maşallah. 3 yaşına qədər anası da onu görməyib. 4 nəfər səfir olub, elçilər olub. Bilmir kimlərdir onlar da. Həmsə uydurma... Adları var, onların adları var. Axsaqqal, bir dənə səmimi sözüm var. Ad uydurmağa nə var ki, qardaş? 12-ci imamın o əməlini düzgün sayırsınız, yoxsa səhv sayırsınız? Bax, o kitabı götürüb. O əməli sən özündən uydurursan, xətrə dəyməsin. Mən onu eşitməmişdim. Onu uydurana Allah lənət eləsin.
Deməli deməli Allah köməyiniz olsun. Amin. Mənim sözümün heç fikir verirsiniz, aqressiya yoxdur da məndə. Bizdə də Ya aqressiya aqressiya varsa üzrü sayın. Deyib gülür yaxsaq qal. Yəni bu əslində aqressiya Deməli belə şey Hüreyrəni olmaz. qəbul edirsiniz də siz, hə, Hüreyrəni. Kimi? Hüreyrə var, hədis yazan. Burayla. Hüreyra adlı adam yoxdur. Abu Yox. Hureyra, Abu Hureyra demək istəyir. Əbu Hüreyrə də, hə. Hə, Abu Hüreyrəni qəbul edirik, bəli. Hə. Deməli, Əli əleyhissalamdan 500 hədis var özünün. Amma Əbu Hüreyrənin 5000 hədisi var. Onu türk alimləri də deyirlər ki, bu necə oldu? Bunun yanında olan 500 dənə yazdı. Hüreyrə bunun 5000 deyil, ağsaqqal, ağsaqqal. Bax, hədis elmində təkrar deyilən bir şey var da. Abu Hureyranın əgər unikal hədislərini götürsək, 600-700-ü keçmir. Aydındır? Lakin o zəncirlərlə belə gəlir 6000 hədisə. Zəncirlə. Çünki bir hədis 3-4 nəfər neyib rəvayət edir də. Başa düşürsən? Belə. Yəni bir hədis 3-4 dənə kanaldan gəlir. Biz ondan 5374 hədis olmalı. Mən təkrarlanan şeylə mənbə ilə təkrarlarla. Əlbəttə. Təkrarlarla Təkrarsız- 5374. təkrarsız- Bir də ki, ağsaqqal, baxın, bu sizin yanaşmamızın problemidir. Bildiniz? Çünki siz baxışınız yanlışdır. Yəni baxış bucağınızı dəyişsəz, bütün bu problemlər düzələcək. Aydındır? Yəni bu baxış bucağını dəyişmək lazımdır. Siz çünki Əli ibn Əbi Talib o qədər müqəddəs bir insan kimi baxırsınız ki, ondan üstün ola bilməz. Hər şeydə o çox olmalıdır. Yəni biraz bu şeydən çıxmaq lazımdır da, qardaş. Yəni Əli ibn Əbi Talib Mən də sənə bax. Ay Mustafa qardaş, Əli ibn Əbi Talib hədis rivayəti ilə məşğul değildi. Əli ibn Əbi Talib qazi idi və sonra da hakimiyyətə gəldi, başı hakimiyyət işlərinə qarışdı. Yəni Əbdurrahman. Əli ibn Əbi Ona Talib bir dənə söz deyim. amma Əbu Hüreyrə radiyallahu anh o dərs deyirdi məscidlərdə. Gedirdi ancaq insanlara elm öyrədirdi. Əbubəkrin vaxtında da, Ömərin vaxtında da, Osmanın vaxtında da, Əlinin vaxtında da. Yəni dövlət deyirəm ki, onlara paydaşlar Əbdurrahman. verir, gedib elm öyrədin insanlar. Onlar da gedib Əbdurrahman. öyrədirdilər. Amma Əli Onlar ibn bir Əbi Talib dənə söz qazi deyim. idi də. İcazə verirsən bir söz deyim. Buyur, əlbəttə. Əbdurrahman, mən də sənə Ali İmran surəsindən dedim. Mən o günlərdə oxudum onu. Orada deyir ki, həmin bu Peyğəmbər sallallahu nəslində, yəni deyəsən Yaquba deyir, yoxsa kimə deyir? Adı yadımda qalmayıb. Deyir ki, mən bu nəsli digər nəsillərdən üstün qərar verdim. Yəni o neyinir orada? Ümməti, müsəlmanları, yəni insanları fikir ayrılığına salır. Yox, söhbət hansı ayədən gedir? Allah deyir ki, "İnna Allah əstafa Ədəmə, Nuhə və Ələ İbrahimə, Ələ İmranul ələmin." Burada peyğəmbərlərdən söhbət gedir. Allah Deyir ki, yəni mən bunları yəni Asim deyir ki, Asim orada nə deyir? Deyir mən orijinal deyirəm də qardaş, sən ayəni oradan buradan sən mən orijinal deyirəm ki, Allah Adəmi, Nuhu, Ələ İbrahim, yəni İbrahim nəsli. Yox, mən oradan buradan demirəm. Mən konkret deyirəm də, surəni deyirəm də. Prosta o hansı ayənin yadında qalmır. Ayəni mən ərəbcə dedim də, sən ağsaqqal Əliman Yox, surəsi. deyir ki, üstün qərar verdim də. Aydın indi üstün qərar verdi sonra. Yəni Üstün qərar verdim. Həmən nəsil gəldi Peyğəmbər sallallahu çatdı. Hansı nəsil gəlib çatdı? Peyğəmbər- Bir tərəfi gəldi İsa peyğəmbərə çatdı da, Yahudilərə çatdı bir tərəfi də. Bütün peyğəmbərlərdən söhbət gedir. Yox, İbrahim peyğəmbərin iki övladı vardı, İsmail və İshak. Biri getdi Yahudilər tərəfə, biri getdi Ərəblər tərəfə. Yəni burada nə var ki? Yox, deyirəm ki, həmin deyir ki, Quranda deyir ki, mən bu nəsli, bu tayfanı digər nəsillərdən, tayfalardan üstün qərar verdim. Hara qədər gəldi? Yox, o üstünlük harda gəlib nöqtəsi qoyuldu? Bax üstünlüyün nədir, mahiyyəti nədir? Bax qardaş, imamdır. Nöqtəsi harda qoyuldu ay Mir Tofiq dayı? Bu üstünlüyün nöqtəsi Muhammed peyğəmbərlə qoyuldu nöqtəsi. Peyğəmbər sallallahu da sonra Əli gəlir də. İndi Yox, Əlini obuşlardan üstün qərar İndi onda Əli peyğəmbər idi bəyəm. Yox, Əli imam idi. Söhbət ondan gedir ki, Əbdurrahman. Yəni Qurban olum, Allah gəl da qulaq orada as. bir dəqiqə yox qardaş, elə olmur qardaş. Elə ay Mir Tofiq dayı. Yəni belə olmur. Siz hələ tökü-tök gedirsiniz ki, bu belə olmur axı. Yəni orada Allah Taala peyğəmbərlərdən danışır, burada da Məhəmməd peyğəmbər oldu sonuncu. Nöqtə qoyuldu Yox, da. mən- Əli ibn Talib imamdır, imamlığın eləsin də. Peyğəmbəri ona aidiyyəti yoxdur axı. O nəsil deyil. Yox, O bildimi? hədisdə, mənim buna hədisinə gəlib. Bildimi? İbrahim peyğəmbərin yaxşı. Ay Mir Tofiq dayı, İbrahim peyğəmbərin nəslindən heç avara insan çıxmayıb.
Abdurrahim Orada müəllim, insan- bunlarda hədis var ki, hədis var. İbrahim Orada peyğəmbərin nəslindən avara adam çıxmayıb heç. Elşad Miri. Avara adamlardan söhbət eləyirsənsə, Nuhun oğlu da Yox, avara çıxır. qardaş. Yəni siz bunu hamıya aid edirsinizsə, Yox, qulaq hamıya asma aid mən, edirsinizsə, mən onu bir hamıya aid edin də. Yox, Yox, əgər burada peyğəmbərdən Nuhun oğlu gedirsinizsə, da peyğəmbərə aiddir də. Əbdürrahman. Gəl bir-birimizi azdırmayaq da. Mənim sözümü də düzgün başa düşün. Mənim başqa fikrim zadım yoxdur. Yox, bilmə, siz yanlış deyirsiniz, ağsaqqal. Yəni ki, siz Qulaq as, aidiyyət olmayan qulaq- şeyləri gətirib bir-birinə çalışdırırsınız. Yox, sən bayaqları dedin ki, biz səhv eləyib 50-dən üstün saymırıq, 50-nə hamısından üstün sayırıq. Bunu dedim. Mən də Ali İmranı dedim və o Asim də onu təsdiq elədi və mənim də sözümün canı nədir? Sən deyirsən ki, İbrahimin oğullarının, uşaqlarından avarası çıxmayıb, əlbəttə çıxıb. Nuhun oğlu da heç Nuhu qəbul eləmədi, boğulanda da ona kömək eləmədi. Müttəfiq dayı, onu demir. Müəllim demək istəyir ki, bax o ayədə, o ayənin mənasında ya peyğəmbərlərdən söhbət gedir, ya da ümumi. Əgər ümumidirsə səhvdir, çünki ümumidə avarlar da var. Avarları çıxardıqsa onda peyğəmbərlər qalır da. Deyir ki, o ayələrdə peyğəmbərlərdən söhbət gedir. Bəli, peyğəmbərlər ümumiyyətlə ən xeyirlilərdir. Onu deyir. Yəni o ayənin yəni dəxli nədir ki, əlaqə ilə mövzunun əlaqəsi nədir ki? Elə salamla əlaqəsi yoxdur. Yox, bax sizin Yəni kitablarınızda var. Mirtofiq, ay Mirtofiq dayı, baxın, Mirtofiq dayı, bilirsiniz necədir? Elə bir ki, siz deyirsiniz ki, yəni siz sözün canını biz belə başa düşürük də. Yəni biz bunu bir başqa bucaqdan belə baxsaq, sizin sözü təhlil etsək. Onda elə çıxır ki, Mirtofiq dayı, yəni Allah Taala bizi azdırıb. Bilə-bilə bax mənlə səni üz-üzə qoymaq üçün Allah Taala bizi azdırıb. Necə azdırıb? Allah Taala bütün peyğəmbərlərin nəslini çəkdi. Amma Əli ibn Əbi Talibi qeyd eləmədi, Əhl-i-Beyti qeyd eləmədi və bizi saldı ixtilafa. Deməli bizi azdıran kimdir? Deməli Allah Taala bu kitabı tam nazil eləməyib də. Bu kitabı naqis nazil eləyib. Bu din naqisdir. Bu din nöqsanlıdır ki, bizə yarımçıq bir şey öyrədib. Sizin sözünüzün digər yanına baxanda belə görsənir. Yəni Allah Taala kitab göndərib. Siz o kitabdan Allah'ın demediği şeyleri çıkarıp koyuyorsunuz ortaya ve özünüze din uydurursunuz. Allah da bunu diyebilmezdi ki Peygamberin Əhl-i Beytin yoluyla gedin. Diyebilmezdi bunu. Səqələyin hədisin necə qəbul eləyirsən? Ay qara, hədisi qoy qırağa, ayə gətirirsən. Ayədə mən sənə deyim ki, bax Allah da bu Quranda diyebilmezdi ki, ay insanlar, Muhammed və onun Əhl-i Beytin yoluyla gedin. Allah da buyurur ki, yaxşı. bax Mirtofiq da, bax Allah da buyurur ki, ey iman gətirənlər, Allaha və onun peyğəmbərinə itaat edin. Düzdür? Əbdürrahman, Quranda ayə var ki, başqa bir ayədə deyir ki, başqa bir ayədə deyir ki, əgər Allahı sevirsinizsə, mənə itaat edin ki, mənə ittiba edin. Fəttəbi'uni, mənə ittiba edin. Yəni addım-addım mənim ardımca gəlin. Yuhibbukumullah, Allah da sizi sevsin. Hanı Əhl-i Beyt? Hanı Əbdürrahman. Əbdürrahman, deməli Allah istəsəydi biz hamımız bir dinə ibadət eləyərdik. eləyər deyə qardaş. Amma Allah Teala bizə çağırışını, Sonra Allah çağırışı cəzalandırmadan Quranda, surəsində qardaş, deyir. Allah Quran-ı Kərimdə çağırışını bizə açıq-aşkar eləyib. Yəni mən Quran-ı Kərimi oxuyanda, mən hep ki Afrikada Mən də yaşayıram. Əlimdə Qurandan başqa heç nə yoxdur. Əlimdə Qurandan başqa heç bir şey yoxdur. Mən Quran-ı Kərimi oxuyuram. Mən orada Əhl-i-Beyti tapacağam. Əbdürrahman, mən də Tabii görəcəm orada. Telefon zərətkası ölür, indi sönə bilər. Mən yenə də deyirəm, mənim fikrim o idi ki, biz hansısa bir bayraq altında Azərbaycanda yaşayan müsəlmanların birləşməsi. Mən sizi nə azdırmaq, nə fikrinizi dağıtmaq, nə sizə inkar eləmək və s. bunlar yoxdur. Mən bundan qabaq da TikTokda hərdən baxıram, görürəm Şiə əqidəsi ilə o Sələfi əqidəsi mübahisə edirlər. Girmişəm, demişəm ki, siz birləşmək haqqında niyə düşünmürsünüz? Yəni bir yol axtarın, tapın, birləşək də. Yəni qiblə bir, Quran bir, Peyğəmbərimiz bir. Bunları bir yol axtarın. Yəni onun haqqında niyə düşünmürsünüz ki? İnan ki Quran bir olsa da oradan elə mənalar çıxarırsınız ki, yəni heç olmayan mənalar, adam məhtər qalır prosta. Yəni Quran bir deyə qardaş. Orada 3 cür. Yəni birləşməyimiz üçün ayələr var. Orada 3 cür ayələr birləşməyimiz üçün. Biri mütəşabihdir, biri. Qardaş Quran-ı Kərim ayələr Əbdürrahman. möhkəm kitabdır. Hər bir şey orada aydındır. Allah Teala bizə hər şeyi tam dəqiqliyi ilə lazım olan kimi öyrədib, izah eləyib bizə. Onun üzərinə fantaziyalar qurmaq lazım deyil qardaş.
Yəni söhbət bundan gedir. Fantaziyalar Ay Mütəfəkkir qurmuram qardaş. ki. Qədirxumu da qəbul eləmirsiniz də. Qədirxumda deyirsiniz ki, nə bilim, orada hansısa ələ çalan nəsə səhv iş gördü. Ona görə cəmaatı yığdı ki, bəs mən sizin mövlavızam, o da mənim mövlamdır. Yaxşı. Ya mən qəbul edirəm ki, peyğəmbər Qədirxumda əlini xəlifə təyin elədi. Hə, sonra Söhbət ondan gedir ki, təkəbbürlük göstərirsiniz. yox, bax Əli ibn Əbi Talib Siz peyğəmbər Qədirxumda təkəbbürlük göstərirsiniz. peyğəmbəri Sizin bax bu biz sizə Bax, qulaq Mütəfəkkir asanların dayı, içində. Ay Mütəfəkkir dayı, bax, gəlin bir məntiqlə yanaşaq da. Bax, peyğəmbər Qədirxumda əlini xəlifə təyin elədi. Bütün Mədinə cəmaatının, ətraf kəndlərin qabağında. Düzdür? Xəlifə təyin elədi. Buyur, buyur. Buyur, Sonra buyur, peyğəmbər davam elə. dünyasını dəyişəndən sonra orada olan bütün müsəlmanlar hamılıqla bir nəfər də istisna olunmaqla 14 nəfərdən başqa hamısı Əbbəkiri seçdi. Peyğəmbərin sözünü atdılar qırağa, Əbbəkiri seçdilər. Sizcə bu məntiqli bir şeydir? İmamı Allah təyin eləyir insanlar. Yox, bu məntiqli bir şeydir, qardaş. Soruşuram da səndən. Mütəfəkkir dayı, mən Allah də olmasa. İmama Allah təyin edir, amma Allahın gücü çatmadı sahabələrə qalib gəlsin. Mən bir də sual verim də. Mütəfəkkir dayı, bu Şiə hədisləri var da, bunlar imamlar rivayet edir, düzdürmü? Buyur, buyur, buyur. Düzdür də, düzdür. Tamam elə. Mən də bax bu düzdür də, sizə görə Şiələrdən gəlməlidir, imamlardan gəlməlidir hədislər. Bax nəyə görə bu Qədirxum kimi əzəmətli hədis ancaq Əhl-Sünnə kitablarında gəlibdi? Niyə Şiə imamlarının heç biri onu rivayet eləməyibdi? Nəyə görə? Yaddan çıxır. Yadlarından çıxır. Oy. İmamlar hər şeydən danışıblar. Baxın, mən imamların hədislərini görmüşəm ki, deyir ki, Cəfər Sadiq nə elədi? Bir dəfə filə mindi, uçdu getdi Kəbəyə, Mədinədə. Ona qədər hədislər, fillə uçmaq barəsində hədislər danışıblar. Amma yəni bu Əlinin xilafəti barəsində hədis Quranda da yaddan çıxıbdı. İmamların da yadından çıxıbdı. Bu Əhl-Sünnədə nə edibdi? Təkərə çüb özündən hədis uydurubdu da. Burası Mütəfəkkir dayı, problem odur ki, yəni siz Mən sizlə sağollaşıram. Mən də zərət oldu, çox sağ olun, minnətdaram. Yəni ola bilər indi müzakirə eləyikdə birdən xətrinizə nəsə dəyibsə üzrlü hesab edin. Yəni o da istəmədən, yəni müzakirə əsasında ola bilər. Allah köməyiniz olsun. Siz ağsaqqalsınız, hörmətimiz var. Əbdürrəhman, Allah köməyiniz olsun. Amin, çox sağ olun. Məqsəd ancaq birlik idi və siz başqa yerlərə nəsə getdiniz. Mənim amma başqa yerə getmə fikrim zadım yox idi. İndi sizlə telefon zərətqası qutarır, sönə bilər. Mənim bir fikirləşməyim, deməyim, sizlə bölüşməyim ancaq və ancaq bir döyüşçü kimi, bir dövlətin quruculuğunda iştirak elədiyim kimi, sizinlə də bir dənə xahişim nədir? Birləşmək haqqında hansısa bir yollar axtaraq. Mütəfəkkir dayı, bir arada dedimə sizə, yəni biz nəyin üzərində birləşməliyik? Yəni mən kimisə fantaziyaların üzərində niyə görə birləşməliyəm, qardaş? Gəlin Allahın kitabını onu birləşək də. Xahiş edirəm də, fantaziya yox, reallıq haqqında. Deməli, mən... Reallıq deyil, ay Mütəfəkkir dayı. Yəni siz bunu, həqiqətən bunu reallıq görürsünüz, bu dediklərinizi. Qulaq asla mənə bir dənə. Mənim dediyim fantaziyadır, qəbul. Sənin dediyin gerçək olsun. Söhbət ondan gedir ki, mən nəyin sözünün canı nədir? Bax, sən ziyalısan, sən getməyəcəksən təxribata. Mən ziyalıyam, getməyəcəm. Ziyalılar getməyəcək, amma cahillər gedəcək, elindən xəbəri olmayanlar gedəcək, bir-birinə vuruşacaq. Vaxtı ilə yadıma gəlir, Sabirabadda bir şiyə götürdü, o başqa təriqətin saqqalın yoldu. Ondan sonra qaçdı, bizləndi. Mən onu qəbul eləmədim, mən onu hətta acıladım. Ona pis baxdım ki, o işi görüb. Sonra o biri təriqətin də yığıldılar, maşınla getmək istədilər, sonra geri çəkildilər. Bu lazımdır bizə, Azərbaycana lazımdır. Onlar keçmişdə qalır. Yəni keçmişdə qalıb. Mən demək istəyirəm ki, hal-hazırda da Mütəfəkkir dayı, yəni biz elə bir çağırışı harda eləmişik ki? Biz düşmənçiliyə harda çağırış eləmişik ki? yox. Biz əksinə Olmadı ki. Deyirəm ki, yəni onu cahil adam eləyib də. Yox, bildim, biz həmişə, bax biz hər canlımızda. Mən də onu bilirəm də, deyirəm ki, mənim narahatçılığım odur. Mənim də narahatçılığım odur ki, biz bu balaca dövlətdə insanlar üzrə qalsınlar. Mənim narahatçılığım yox, narahatçılığımız, başa düşürəm narahatçılığımız, amma biz elə şeylərə avaz vermirik axı, biz heç o heç çalışma eləmirik. Ay Əbdürrəhman, dedim ki, sən ziyalısan, sən getməyəcəksən. Sən ziyalısan, sən getməyəcəksən, amma gedəcəklər. Mənim narahatçılığım o idi, ona görə sizə qoşuldum
Allah köməyiniz olsun. Olsun, Söhbətimiz də çox sağ maraqlı olun. oldu. Təşəkkür edirəm. Bizə də xoş oldu da. Çox sağ olun. Təşəkkür edirəm. Ola, Sağ olun. ola bilər mən də nəsə sizin xətrinizə dəyə bilərəm, eləyə bilərəm. Üzrlü sayın. Üzr Yox, istəyirəm. halaldır, halaldır. Heç bir şeyin narahatçılığı yoxdur. Xoşdur. Mənim fikrim bu idi. Yəni söhbət mənim bu gələcək təhlükələrə görə idi. Vəssalam. Başqa mənim bir fikrim o düz elədi, bu səhv elədi. Ömər bu işi gördü, Əli o işi gördü, Osman bunu gördü, Əbubəkir bunu gördü. Bunu müzakirə eləməyə görə sizə qoşulmadım. Öpürəm Neysə, sizləri. olsun da. Çox Siz sağ bizim olun. Azərbaycanın balalarısınız. Biz də Əlhəmdülillah. yenə də deyirəm, minnət eləmirəm. Biz də biz Azərbaycanımız üçün gedib döyüşmüşük. Bizim istəmirik Mən də bundan bir şey yox. Biz də- Bizə 2-ci Qarabağ müharibəsində dayı heç bir fərq qoymadan hamıya yəni canla, başla qardaş deyib, can deyib can eşitmişik əlhəmdülillah. Sadəcə Sağ müzakirə olasınız, var edirik. olasınız. Müəyyən haqq bildiyimiz fikirləri söyləyib müzakirə edirik sadəcə. Müzakirə edəndə Sağ əksinə olasın. mövqelər oldu dayı. Siz çıxın narahat olmayın. Sağ Çox sağ olun. olasınız, var olasınız. Sağ olun. Allah köməyiniz olsun. Sağ olun. Çox Biri-birimiz üçün dua eləyərik də inşallah. Amin amin inşallah. Allah Allah sana sağ Sağ olun. versin. Allah hidayət versin hamımıza. Sağ olun. Sağ olasın.